namaz sənə elə gəlməsin ki, kiçik əməldir. Namaz yoldan əziyyət verən bir şeye götürməklə eyni deyil. Məsələkəkum fi saqar. Açıq aydın ayələrdir. Biz demirik cəhənnəmə düşən insan, müsəlman cəhənnəmdə əbədi qalacaq. Bundan gelmir söhbət. Allah Teala diyor ki, məsələkəkum fi saqar. Cənnətin əhli cəhənnəmin əhlinə sual verəcək. Açın Quran-ı Kərimdə ayələrdir arkadaşlar. Kim istəsə necə deyərlər, rəqəmi ilə göstərmək olar. Cənnət əhli cəhənnəm əhlindən soruşur ki, məsələkəkum fi saqar. Sizi cəhənnəmə nə saldı? Cavab bilirsiniz nədir? Qalu lem neku minel musallin. Cavablardan biri. Biz namaz qılanlardan değildik. Namaz qılmırdıq. Yəni namaz qılmamaq səni cəhənnəmə aparır. Allah bilirsən orada nə qədər qalacaqsan. Bu heç. Yəni sən fikirləş ki, sən ora düşəcəksən. Allah qorusun bizi cəhənnəm oduna.